Bu mahnı xoşunuza gəlir? Bəli, gəlir, çünki sizdə nostalji hissi yaradır. Amma niyə mahnılar bizdə nostalji hissi yaradır? Bir mahnını eşidən zaman sən sanki keçmişə qayıdırsan. Bunun birbaşa səbəbi beynimizin musiqiləri emosiyalarla kodlaşdırmasıdır. Bəli, kodlaşdırmasıdır. Doğrudan da bəzən o bir musiqini eşidirsən və sən keçmiş sevgilini və yaxud da ki, hər hansı bir keçmiş dost kampaniyasını və yaxud da hansısa bir hadisəni yada salarsan. Çünki həmin mahnı birbaşa olaraq həmin hadisələrlə bağlıdır. Xüsusilə yeniyetməlik dövründə, yəni 13 yaşdan 19 yaşına qədər beynimiz dopamin ifrazını artırır. Buna görə də o dövrdə dinlədiyimiz musiqilər beynimizin dərin qatlarına yerləşir. Musiqi dinləyəndə beynin hipokampus hissəsi, xatirələrin saxlandığı yer aktivləşir. Ona görə də 15 il əvvəl eşitdiyin mahnını yenidən dinləyəndə keçmiş xatirələr sanki sənin gözündə canlanır. Bəs sənin üçün ən nostalji mahnı hansıdır? Şərhlərdə həmin mahnı adını yaz. Gəl birlikdə nostalji keçirək.